Salam, hər vaxtınız xeyir olsun. Bugün Ekspert rəyində çox maraqlı bir mövzumuz var. Biz bugün Ümumdünya Sosial Təminat Forumu haqqında danışacağıq. Artıq məlumat verdiyimiz kimi Dost Agentliyi də bu forumda təmsil olundu, iştirak elədi, Azərbaycanı təmsil elədik və həmçinin də bu forumda, Malayziyada keçirilən bu forumda Dost Agentliyinin də müəyyən uğurları oldu. Biz bu haqda danışacağıq. Qonağımızı təqdim etmək istəyirəm. Qonağımız Dost Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovdur. Fərid müəllim, salamlayırıq sizi. Xoş gəlmisiniz. Salam. Və əvvəlcədən sizə onu da deyim ki, biz sizi burada yalnız bizim Dost Agentliyinin İdarə Heyətinin sədri olaraq yox, həm də bir ekspert olaraq görmək istəyirik və yalnız bizim qurumun fəaliyyəti ilə bağlı yox, ümumiyyətlə bu sahədə dünyada baş verən tendensiyalar, indi formalaşan trendlər, bunlar haqqında bir ekspert olaraq sizin fikriniz güman edirik ki, bizim tamaşaçılarımız üçün də çox maraqlı olar və bir daha sizi salamlayırıq, xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyir. Və xeyir. əvvəlcə elə gəlin mövzumuz əsas mövzumuza toxunaq və forum haqqında danışaq. Malayziyada, Kuala Lumpur şəhərində çox maraqlı bir forum keçirildi, beynəlxalq forum keçirildi və bu forumun əsas məqsədi, gündəliyi nədən ibarət idi? Bu tədbir sosial müdafiə sahəsində beynəlxalq əməkdaşlığa necə töhfə verdi, hansı töhfələr verdi? Bu haqda danışaq. Çox sağ olun suala görə Şahin. Bilirsiniz ki, Malaiziyanın paytaxtı Kuala Lumpur şəhərində artıq qeyd elədiniz, Beynəlxalq Sosial Təminat Forumu 2025. Qısa olaraq Dünya Sosial Forumu da deyirlər. Dünya Sosial Forumu da bu qısa adıdır. 5 gün ərzində bu forum keçdi və 160 ölkədən çox deməli müxtəlif ekspertlər, nümayəndələr, təşkilatlar, dövlət qurumları, qeyri-hökumət təşkilatları həmin forumda iştirak elədilər. Bizdə olan statistikaya görə, yəni orada elan olundu o statistika, 300-dən çox təşkilat orada iştirak edirdi, təxmini 2000-ə yaxın delegat var idi. Yəni, çox böyük bir tədbir olub və demək olar ki, bütün dünya təmsil olunub orada. Bəli, demək olar ki, böyük bir, ümumdünya bir səviyyəsində olan bir tədbir idi və həmin tədbirdə, yəni həmin tədbirin təşkilatçısı Beynəlxalq Sosial Təminat Assosiasiyasıdır ki, həmin assosiasiyada bilirsiniz ki, sosial təminat, məşğulluq sahəsində dünya üzrə ümumi koordinasiya işlərini aparır, düzdür, qeyri-hökumət təşkilatı səviyyəsindədir, beynəlxalq statusu var, amma yenə də bu istiqamətdə bütün, belə deyək, ideyaları birləşdirən, bütün işləri birləşdirən bir platformadır və həmin tədbirin təşkilatçısı da mən qeyd elədiyim assosiasiya idi. Və şübhəsiz ki, gündəmdə olan bir çox məsələlər həmin forumda, yəni qlobal səviyyədə gündəmdə olan bir çox məsələlər həmin forumda öz əksini tapdı, açıqlandı, çox geniş müzakirə olundu və trendlər bu günləri çox maraqlı formatda gedir və forumda özü-özlüyündə hər 3 ildən bir keçirilir. Yəni 3 il ərzində toplanmış ideyalar, proqramlar, işlər, problemlər, çağırışlar hamısı 3 ildən bir bu cür forumda açıqlanır, paylanılır, müzakirə olunur və həmin ideyalar üzrə də müəyyən addımlar atılır, qərarlar qəbul olunur. Trendlər nədən ibarətdir? Şübhəsiz ki, bildiyiniz kimi son illər sosial təminat sahəsində rəqəmsallaşma çox aktiv gedir və süni intellekt çox aktiv tətbiq olunur və bu sahədə artıq bir çox ölkələr öz proqramlarını hazırlayırlar və bəzi ölkələr artıq praktiki tətbiqlərə keçiblər və o tətbiqlər heç də bəzi ölkələrdə uğurlu sayılmır, yəni problemlər də var bu sahədə. Ona görə yəni bu məsələni nəzərə alaraq həmin ölkələrin, yəni həm uğurlu, həm uğursuz təcrübələri orada təqdim olundu və əgər uğurludursa, uğurun əsasını nə təşkil edir, nəyə görə uğurludur, yəni onu bir qiymətləndirdilər. Eyni zamanda uğursuz layihələri də qiymətləndirdilər, uğursuz addımları da qiymətləndirdilər. Nəyə görə uğur olmur? Nəyə görə süni intellekt bu cür problemlər yaradır, rəqəmsallaşma bu cür problemlər yaradır? Yəni bu da bir, belə deyək,
müzakirə mövzusuna çevrildi həmin platformada. Çox maraqlı bir məsələ çıxdı ortalığa ki, son zamanlar bilirsiniz ki, gig economy deyilən bir yanaşma var. Bu yanaşma ondan ibarətdir ki, dünya ümumiyyətcə sərbəstliyə doğru gedir və dünyada son zamanlar əmək müqaviləsinə bağlı olmayan peşələrin sayı artır. Məsələn, freelance deyilən sərbəst ekspert səviyyəsində fəaliyyət göstərən insanlar heç bir əmək müqaviləsinə bağlı olmayan insanlardır. Və bu cür insanların sayı da dünyada qlobal səviyyədə çox kəskin formada artır son zamanlar. Və Azərbaycanda da bu trend artıq var. Biz görürük, yəni bizim son zamanlar ümumiyyətcə blogerlərin sayı, müstəqil ekspertlərin sayı kifayət qədər çoxalıb son zamanlar. Və həmin kateqoriyadan olan insanların sosial təminatını necə təmin eləmək? Bu bir mövzuya çevrildi. Məsələn, çox maraqlı bir mövzudur və Azərbaycan üçün də çox aktual bir mövzuya çevrilə bilər bu məsələ yaxın zamanda. Eyni zamanda son zamanlar belə deyək, yaşıl iqtisadiyyatdan, yaşıl maliyyədən çox saylı ölkələrdən müxtəlif fikirlər söylənilir və ingilis dilində deyəcəm greenwashing deyilən bir yanaşma var ki, müxtəlif təşəbbüslər, layihələr, proqramlar sosial nöqteyi nəzərindən önəmli kimi təqdim olunur, amma heç də elə deyil və sonu da nəticəsiz olur. Yəni bu prosesə də greenwashing deyilir qlobal səviyyədə və bu greenwashinglə necə mübarizə aparmaq və həmin belə deyək yalançı, düzgün olmayan layihələri necə müəyyən eləmək və onların maliyyə təsirinin azaldılması məsələsi gündəmdədir və bu məsələlər də çox aktiv müzakirə olunurdu. Bir neçə trend də mən onu da qeyd edeyim. Bir neçə trend də var. Məsələn, rəqəmsal uçurum deyilən bir maraqlı bir uçurum, bəli, çox maraqlı bir ifadədir. Adından pozitiv bir şey oxşamır. Pozitiv bir şey oxşamır, amma bu nəyə oxşayır? Yəni burada ikili bir yanaşma var. Həm xarici, ingiliscə external, həm daxili, ingiliscə internal yanaşma. Yəni external deyəndə bəzi ölkələr rəqəmsallaşmada çox irəlidədir. Digər ölkələr isə geridə qalır, infrastrukturu çatmır, maliyyəsi çatmır və s. Yəni bu məsələlər var burada. Bu birinci məsələdir və ikinci məsələ daxildə olan cəmiyyətlərin deməli bu rəqəmsallaşmaya hazırlıqsızlığı. Və bu yəni belə deyək, cəmiyyət belə deyək, daha çox ənənəvi yanaşmalara üstünlük verir. Məsələn, insan faktoruna üstünlük verir, nəinki avtomatlaşmaya, nəinki elektron sistemlərə inanmırlar, elektron sistemlərə insanlar. Ona görə də daha çox insanla ünsiyyətə keçir. Əslində bunun əlamətləri artıq bizdə Azərbaycanda müşahidə olunurmu? Olunur əslində, çünki bizdə də elektronlaşma səviyyəsi 90% üzərindədir. Buna baxmayaraq, yenə də dost mərkəzlərinə gələn insanların axını kifayət qədər çoxdur, böyükdür. İnsanlar hələ də gəlib real insandan, real əməkdaşdan nə isə soruşub, hansısa xidmətdən istifadə etmək üstünlük verirlər. Bəli, bu trend bizdə də var. Biz bu trendi artıq görürük son zamanlar. Bildiyiniz kimi siz də qeyd elədiniz, bizim ümumi 160 xidmətimiz var. 160 xidmətdən demək olar ki 94%-dən daha çox üstü olan, yəni daha çox 94%-dən daha çox xidmətimiz artıq rəqəmsallaşır. Amma rəqəmsallaşma heç də həmin siz dediyiniz fiziki axını bizim mərkəzlərə və bizim çağrı mərkəzinə axını heç də azaltmır. Məsələn, orta gündəlik biz təxmini 3800-ə yaxın vətəndaş qəbul edirik. Bizim həm mobil tətbiqlərimiz var, həm bizim biz indi son zamanlar çağrı mərkəzində chatbotdan istifadə edirik. Yəni bu da süni intellektin ilkin belə deyək tətbiqləridir. IVR sistemindən istifadə edirik. Eyni zamanda bizim kifayət qədər elektron xidmətlərimiz var ki, elektron səviyyədə bizim sosial portal vasitəsilə vətəndaşlar həmin xidmətlərdən yararlana bilər. Amma bütün bunlara baxmayaraq, yəni həm web üzərindən, internet üzərindən, həm mobil tətbiqlərin tətbiqi, həm çağrı mərkəzində bu cür tətbiqlərə baxmayaraq, yenə də fiziki axın yenə də stabil olaraq qalmaqdadır bizim mərkəzlərə. Bu onu göstərir ki, bizim də cəmiyyət hələ ki ənənəvi üsullara daha çox üstünlük verir.
Fərid müəllim, təbii ki, bu cür forumlar, yenidən foruma qayıdaq. Bu cür forumlar ilk növbədə dünyada təcrübə mübadiləsi üçün çox vacibdir. Yaxşı nümunələrin yayılması üçün, genişlənməsi üçün çox vacibdir. Siz dediyiniz kimi bəzi hətta tətbiqlərin yaratdığı problemlərin əvvəlcədən öyrənilməsi, buna hazır olmaq baxımından çox vacibdir. Və Dost agentliyi olaraq biz bu təcrübə mübadiləsində iştirak edirik. Amma Dost agentliyi özü nə təqdim etdi bu forumda? Dost agentliyi özünün uğurları, bəlkə ola bilər problemləri haqqında nə danışdı və bu necə qarşılandı? Bəli Şahin, biz həmin forumda, qeyd olunan forumda kifayət qədər aktiv formatda çıxış elədik və bu dəfəki forumda biz həm moderator qismində bir sessiyanı apardıq, Dost agentliyi olaraq. Həm də bizə Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən çox vacib panellərdən birində bizə speaker formatında da çıxış eləməyə imkan yaradıldı. Və panelin də mövzusu çox vacib bir mövzuydu. Sosial siyasətdə analitika və təhlilin rolu. Yəni bu çox vacib bir məsələdir ki, dünyada sosial təminat sahəsində bir çox sayda islahatlar həyata keçirilir. Mən artıq qeyd elədim, rəqəmsallaşma aktiv formatda gedir, amma bütün bunlar hamısı ciddi analitika tələb edir və ciddi təhlil sisteminin yaradılması və təhlildən istifadə tələb edir. Burada da şübhəsiz ki, əsasən məlumatların düzgün formada yığılması, məlumatların düzgün formada emalı, məlumatların düzgün formada təqdim olunması həm cəmiyyətə, həm də ki, hesabat səviyyəsində müxtəlif həm dövlət, həm özəl səviyyələrdə. Yəni bu mövzu ilə bağlı məhz Dost agentliyinin təcrübəsi çox böyük maraq doğurdu forumda və biz həmin qeyd elədiyim paneldə məhz bu mövzu üzrə öz təcrübəmizi biz digər ölkələrlə paylaşdıq. Bildiyiniz kimi bizim bu sahədə kifayət qədər artıq işlənmiş modellərimiz var. Məsələn, biz Dost indeks modelindən istifadə edirik. Hal-hazırda biz çağrı mərkəzində 2C model deyilən 2C indeks modeli biz işləyirik və çağrı mərkəzləri üçün sosial sahədə ilk dəfə işlənilən bir indeks olacaq və növbəti ildə biz bu indeksi təqdim eləməyə niyyətindəyik və həmin indeksdə Dost indeksə bağlı olan bir indeks olacaq. Növbəti il ərzində biz Dost Metrics proqramı üzrə işləmək fikrindəyik və artıq onun konseptual sənədi hazırdır. Yəni bu da sosial təminat və məşğulluq sahəsində müxtəlif metriklər əsasında analitik alqoritmik modellərin qurulması, riyazi modellərin qurulmasına gətirib çıxardır və bu da bizə həm proqnozlaşmada, həm də bizim cari gündəlik işimizdə çox böyük yardımçı ola bilər, dəstək ola bilər. Yəni bütün bunları mən ümumi bunları qeyd elədim. Yəni bütün bu məsələlər bizim tərəfimizdən digər ölkələrə bizim çıxış elədiyimiz paneldə təqdim olundu və çox da böyük maraqla qarşılandı. Ona görə ki, dünyada ümumiyyətcə sosial analitika çox zəif inkişaf eləyib və düzdür, 20-yə yaxın nəzəri model var və həmin nəzəri modellərdən istifadə olunur. Eyni zamanda bir neçə ümumi alqoritmik hesablamalar əsasında qurulmuş analitik modellər var. Amma həmin modellər konkret sosial sahəyə və sosial sahədə göstərilən xidmətlərə bağlı deyil. Və bir çox ölkələrdə bu sahədə işlər aparır və mən deyim ki, ancaq bəzi ölkələrdə müəyyən irəliləyiş o istiqamətdə indi müşahidə olunur. Həmin ölkələr sırasında da bizik, yəni Azərbaycan var və bu çox təqdirə layiq bir prosesdir ki, biz məhz sosial analitika sahəsində, sosial xidmətlərin analitikası sahəsində biz artıq qabaqcıl bir ölkəyə çevrilmişik və digər ölkələrlə öz
təcrübəmizi paylaşırıq. Çox gözəl bir xəbərdir Fərid müəllim və həqiqətən siz dediyiniz kimi çox təqdirə layiq bir haldır ki, Azərbaycan yenidən müstəqilliyə qovuşmasından elə də çox keçmir, əslində 34 il, yəni dövlətlər üçün elə də böyük bir tarix deyil, amma buna baxmayaraq biz artıq bu sahədə digər ölkələrə, yüzilliklərlə ölçülən, müstəqillik tarixi ölçülən ölkələrə nümunə ola biliriksə, bu həqiqətən də çox böyük bir nəticədir və bu nəticənin göstəricilərindən biri də zənnimcə sizin Beynəlxalq Sosial Təminat Assosiasiyasının sosial təminat siyasətinin təhlili və araşdırılması üzrə texniki komissiyanın sədri seçilməyiniz oldu. Bu yeni bir xəbərdir və zənnimcə Azərbaycan üçün, ümumiyyətlə Azərbaycan üçün böyük bir uğurdur ki, Azərbaycan dediyim kimi artıq müstəqilliyin yeni qazanmış bir dövlət, hətta yüzilliklər boyu tarixi olan, inkişaf etmiş ölkələrə belə bu sahədə, sosial təminat sahəsində siyasətin təhlili, araşdırılması üzrə bu prosesə rəhbərlik edəcək. Bunun özü böyük bir haldır. Bu barədə istərdim məlumat verəsiniz. Bu necə oldu? Bu proses necə keçdi? Seçkilər necə keçdi? Kimin təşəbbüsü ilə həyata keçirildi? Və nə üçün bizim hansı göstəricilərimizə görə biz bu belə bir vəzifəyə layiq görüldük? Bəli, seçkilər şübhəsiz ki, belə deyək, Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro səviyyəsində aparılır və bildiyiniz kimi Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti səviyyəsində texniki komissiyaların sədrləri, namizədlər, yəni sədrliyinə namizədlər həmin müzakirələr olanda büro səviyyəsində təqdim olunur və artıq seçilmə prosesi də o səviyyədə aparılır və bu da 3 ildən bir baş verir. Yəni həmin bu forum ki, təqdim olundu və təşkil olundu, 3 ildən bir bu forum platforması vasitəsilə həm texniki komissiyalarında, müxtəlif sahələrdə texniki komissiyalarında deməli sədrləri seçilir, təyin olunur və eyni zamanda da növbəti 3 illik planların hazırlanması ilə bağlı tapşırıqlar verilir. Aha. İndi eyni tapşırıq da indi təşəkkür edirəm ki, qeyd elədiniz ki, indi mən də namizədliyim Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti tərəfindən, doktor Muhammed Azman tərəfindən büroya təqdim olundu və tam olaraq qəbul olundu və mən həmin komissiyaya sədr təyin edildim, seçildim, təyin edildim və indi növbəti bizim qarşımızda və mənim şəxsən qarşımda duran vəzifə həmin komissiyanın tərkibini formalaşdırmaq və eyni zamanda iş planının hazırlanması və rəhbərliyə, yəni bu Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbərliyinə və bürosuna təqdim olunmasıdır. Həmin plan təsdiq olunandan sonra artıq biz plana uyğun 3 illik komissiyanın 3 illik fəaliyyətini quracağıq. Qeyd etmək istəyirəm ki, həmin komissiyada müzakirə olunan, həmin komissiyada aparılan tədqiqatlar, həyata keçirilən layihələr tək komissiya çərçivəsində olmur, yəni bu qlobal səviyyədə təqdim olunur və onlarla ölkə tərəfindən müzakirə olunur, yüzlərlə ölkə tərəfindən qəbul olunur. Yəni artıq onu qeyd etmək istəyirəm ki, Azərbaycan məhz sosial siyasət sahəsində və sosial siyasətin ən vacib istiqaməti araşdırmalar və təhlil istiqamətində artıq öndədir və artıq söz sahibidir. Onu qeyd etmək istəyirəm ki, söz sahibidir. Yəni biz artıq bu istiqamətdə artıq qlobal səviyyədə siyasəti də formalaşdıracağıq. Yəni artıq təsir edəcəyik. Ən azı təsir nöqtələrimiz var. Təbii ki, bu uğurun başında ümumiyyətlə Azərbaycanda aparılan, dövlət tərəfindən aparılan siyasət dayanır və təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi siyasət də
burada vacib rol oynayır və xüsusən də mən istərdim burada vurğulayaq ki, əgər düz xatırlayıramsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan bir neçə qurum, Dövlət Sosial Müdafiə Fondu, Sosial Xidmətlər Agentliyi, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin rəhbərliyi də burada rəhbərlik səviyyəsində təmsil olunmuşdu və onların da uğurları oldu. İstərdim bu haqda da qısa bir məlumat verək. Bəli, Dövlət Sosial Müdafiə Fondu bilirsiniz ki, artıq uzun illərdir ki, həmin assosiasiyada üzvdür və bizim ən aparıcı, yəni bu sahədə ən aparıcı və qabaqda gedən təşkilatlarımızdan biridir və Azərbaycanı çox layiqincə, yüksək səviyyədə həmin təşkilatda təqdim edir Dövlət Sosial Müdafiə Fondu və Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi bu forumda da çox yüksək formada təmsil olundu və Azərbaycanı və ümumiyyətlə Azərbaycanda həyata keçirilən sosial təminat sayəsində həyata keçirilən islahatları da çox yüksək səviyyədə təqdim elədi. Dövlət Sosial Müdafiə Fondu da, yəni Sosial Müdafiə Fondunun rəhbəri də panel müzakirələrdə çıxış elədi və çox aktual mövzulara toxundu və beynəlxalq səviyyədə, qlobal səviyyədə yaşlı əhalinin pensiya təminatı və məşğulluq prizmasından pensiya təminatının bu öncə qeyd elədiyim trendləri nəzərə alaraq pensiya təminatının deməli aparılması və ona yeni baxış, yeni yanaşmalar nöqteyi nəzərdən öz fikirlərini beynəlxalq auditoriya ilə paylaşdı və çox böyük marağa bu paylaşım, bu təqdimat çox böyük marağa səbəb oldu beynəlxalq səviyyədə. Bir çox Asiya, Afrika ölkələri, Latin Amerika ölkələrindən çox böyük maraq göstərildi bu təqdimata. Eyni zamanda bizim bildiyiniz kimi Sosial Xidmətlər Agentliyi çox aktiv bir agentlikdir və bu istiqamətdə də beynəlxalq səviyyədə də çox böyük uğurlara imza atıb və bu forumda da Sosial Xidmətlər Agentliyi büronun Avropa üzrə böyük bir qrupunda artıq Azərbaycanı təmsil edəcək. Bildiyiniz kimi Dost Agentliyinin nəzdində İnklüziv Yaradıcılıq və İnkişaf Mərkəzi fəaliyyətdədir və Dost İnklüziv Mərkəzinin də rəhbəri orada paneldə iştirak elədi və çox maraqlı mövzuyla beynəlxalq auditoriyaya təqdimatını elədi və o da çox böyük, o təqdimat da çox böyük marağa səbəb oldu. Yəni, ümumilikdə mən onu demək istəyirəm ki, Azərbaycan ümumiyyətcə son illər Azərbaycanda həm ölkə başçısı tərəfindən, həm birinci vitse-prezident tərəfindən o göstərilən həm təşəbbüslər, həyata keçirilən bu dövlət proqramları, aparılan islahatlar artıq öz bəhrəsini verir, öz nəticələrini, çox böyük müsbət nəticələrini göstərir. Tək yerli səviyyədə yox, o cümlədən də qlobal səviyyədə. Çox sevindiricidir ki, Azərbaycan bu cür uğurlara imza atır, Fərid müəllim. Və biz bilirik ki, Dost Agentliyi bu forumda uğurların təsdiqi olaraq mükafatlara layiq görüldü, sertifikatlara layiq görüldü. İstərdim bu haqda da məlumat verək. Bəli, həm Dost Agentliyi, həm Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən bir neçə mükafatla təltif olundu. Biz növbəti 3 illik deməli bu perioda görə biz xüsusi fərqlənmə sertifikatı ilə təltif olunduq beynəlxalq səviyyədə. Yəni sosial xidmətlərin keyfiyyəti istiqamətində ən yaxşı təcrübə, ən yaxşı fəaliyyət deməli istiqaməti üzrə. Eyni zamanda bir neçə sertifikat da bu sahədə Dövlət Sosial Müdafiə Fondu aldı. Biz həm də orada video festival keçirilirdi və biz video festivalda da eyni adlı bir sertifikata layiq görüldük və bizim Dulusçu adlı videomuzda çox maraqla qarşılandı beynəlxalq səviyyədə. Yəni ümumilikdə mən bu forumun ümumiyyətcə işinin nəticələrini, bu forumun nəticələrini həm Azərbaycan üçün, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işi üçün, fəaliyyəti üçün, həm də ki Nazirliyin tabeliyində olan qurumların fəaliyyəti üçün çox müsbət görürəm.
Çox yaxşı, bir daha təbrik edirik sizi bu uğurlar münasibəti ilə və mənə maraqlıdır ki, Fərid müəllim, bu mükafatların təqdim olunması nə ifadə edir öz-özlüyündə? Yəni, mükafatlar verildi dostlar. Bunun mənası nədir? Bunun əhəmiyyəti nədir? Bu haqda danışaq. Bəli, məna şübhəsiz ki, çox böyükdür və burada əgər biz növbəti 3 ilə xidmətlərin, sosial sahədə xidmətlərin, göstərilən xidmətlərin keyfiyyətindən danışırıqsa, şübhəsiz ki, bunun arxasında müəyyən sistem durur. Sistem nədən ibarətdir? Sistem müxtəlif standartlar, prosedurlar, iş sənədləri, qanunvericilik aktlarının mükəmməl olmasından ibarətdir. Eyni zamanda vaxtında və doğru formada aparılmış rəqəmsallaşmadan söhbət gedir. Yəni, burada şübhəsiz ki, əgər biz o sertifikatı alırıqsa, sertifikat belə deyək, sadə formada verilmir. Sertifikata öncə müəyyən bir audit aparılır və monitorinqlər aparılır. Bir neçə ay bu proses sürür və bu prosesin nəticəsi olaraq müstəqil auditorlar tərəfindən və assosiasiyanın daxili ekspertlər tərəfindən rəy verilir və həmin rəyin əsasında qərar verilir ki, o sertifikat veriləcək ya yox. Deməli, bu sertifikatın arxasında o sistem kifayət qədər mükəmməl formada qurulub ki, yəni artıq beynəlxalq səviyyədə bu cür sertifikatlar həm nazirliyin özünə, həm də ki, nazirliyin nəzdində olan qurumlara verilir. Ümumiyyətlə, dost agentliyinə, dost konsepsiyasına olan bu maraq nə ilə əlaqədardır? Nə üçün və dünyada gedən bu müasir trendlər, tendensiyalar fonunda nə üçün dost agentliyinə, hətta inkişaf etmiş dövlətlərin belə sosial təşkilatları tərəfindən bu cür böyük maraq var? Maraq çox, mən bunu çox sadə formada ifadə edəcəm. Əvvəlki illərdə sosial siyasət bir müstəqil bir xətt idi. Korporativ yanaşmalar da bir müstəqil bir xətt idi və rəqəmsallaşma da IT və telekommunikasiya sahəsində olan yanaşmalar da bir müstəqil xətt idi. Amma indi son illər ərzində bu xəttlər artıq kəsişir və vahid bir platformaya, sahəyə, strategiyaya çevrilir və dost modeli də məhz bu 3 istiqaməti özündə birləşdirən bir strategiyadır, bir modeldir. Məhz ona görə bu çox böyük bir maraq doğurur. Ona görə ki, bir çox ölkələrdə bu proses çox çətin formada gedir. Bəzi ölkələrdə ümumiyyətcə getmir. Yəni, onlarda hələ müəyyən planlar var ki, belə bir yanaşmaları onlar tətbiq eləsinlər, digər ölkələrin təcrübələrinə baxırlar. Və mən bunu dəfələrlə qeyd edirəm, burada da qeyd edəcəm ki, dünyada hələ 10-a yaxın ölkə var ki, ümumiyyətcə sosial təminat sistemi yoxdur ölkələrdə. Yəni, ümumiyyətcə heç bir şey yoxdur o sahədə. Yəni, ölkələr hələ heç düşünmürlər ki, bu sahədə nə edəcəklər. Yəni, buna baxsaq, bu proseslərə, bu trendlərə baxsaq, şübhəsiz ki, Azərbaycanda bu model, Azərbaycanın bu modeli artıq öndə gedən bir modelə çevrilir. Dost agentliyinin bu uğurları belə deyək də təqdim elədi, göstərdi. Digər dövlətlərin də təqdim elədikləri ilə tanış olduq. Bəs sonraki proses necə olacaq? Yəni, biz həm də dünyada gedən tendensiyaları öyrənirik, trendləri öyrənirik. Bu təcrübəni, bu tendensiyaları Azərbaycanda tətbiq etmək ehtimalı varmı? Nələr bizim üçün maraqlı oldu? Hansı yaxşı təcrübələrdən biz yararlana bilərik? Şübhəsiz ki, yaxşı təcrübələr var və biz bu təcrübələri öyrənirik. Hazırda mən artıq qeyd elədim, süni intellektin tətbiqi gündəmdədir və demək olar ki, bütün ölkələr, bu iştirak edən 160-dan çox ölkələrin bütün nümayəndələri məhz yaxın gələcəyi süni intellekt vasitəsilə sosial xidmətlərin göstərilməsində görür. Şübhəsiz ki, burada müəyyən risklər var və o risklər qiymətləndirilir, o risklərin də hal-hazırda təhlil olunur və biz də bu sahədə indi işlər aparırıq ki, həm süni intellektin tətbiqi, həm də eyni zamanda həmin risklərin azaldılması istiqamətində qabaqlayıcı tədbirləri biz necə görə bilərik, onları da biz artıq indi sayırıq, hesablayırıq, yazırıq, planlaşdırırıq. Şübhəsiz ki, növbəti bir istiqamət
indi bir çox ölkələrdə bu hələ yoxdur, amma bəzi ölkələrdə, xüsusilə Avropa ölkələrində, məsələn, mən xüsusilə Almaniyanı və Skandinaviya ölkələrini qeyd etmək istəyirəm. Sosial taksonomiya deyilən bir yanaşma var və burada sosial sahədə və sosial sahəyə ayrılmış maliyyənin ünvanlı formada, təsnifatlaşdırılmış formada deməli tətbiqi, yatırımı, eyni zamanda bu təsnifatlaşdırmanın hər bir həm dövlət, həm özəl səviyyədə təşkilatın sosial pozisiyasının müəyyən edilməsi. Eyni zamanda bütün bunların sonda ünvanlı maliyyənin ünvanlı formatda ehtiyacı olanlara gətirilməsi, yönəldilməsi məsələsi də gündəmdədir və bu sosial taksonomiya deyilən yanaşma artıq Azərbaycanda da, artıq bizim strukturlarda da artıq müzakirə olunur və biz artıq bunun konsepsiyası üzərində də biz iş aparırıq. Eyni zamanda bildiyiniz kimi rəqəmsallaşmanın çox geniş formatda tətbiqi müəyyən alqoritmik belə deyək, problemlərə, çağırışlara gətirib çıxarda bilər. Ona görə ki, alqoritm belə bir yanaşmadır ki, belə bir sistemdir ki, həm pozitivə, həm negativə gətirə bilər. Məsələn, bu forumda çox maraqlı bir mövzulardan biri də alqoritmik qərəzlilik deyilən bir yanaşma idi ki, bir çox kateqoriyada olan vətəndaşlara alqoritmlər heç də müsbət təsir göstərmir. Yəni bu da artıq müəyyən problemlər sırasında bu da var. Bəli, problemlər sırasında bu da var və şübhəsiz ki, bu da biz bildiyiniz kimi süni intellekt bir alqoritmdir və alqoritmlər toplusudur və əgər biz alqoritmləri düzgün qurmasaq, o zaman bu da gələcəkdə müəyyən struktur və sistem problemlərinə gətirib çıxarda bilər. Yəni bütün bunlar hamısı artıq bizim belə deyək, gündəmimizdədir və biz öz fəaliyyətimizdə də artıq, yəni növbəti illərə olan planlarımızda bütün bu məsələləri, çağırışları artıq qiymətləndiririk. Görünən budur ki, dünyada bu sahədə sosial müdafiə, sosial təminat sahəsində artıq vəziyyətin analizinə, təhlilə, araşdırılmaya çox böyük önəm verilir və Azərbaycanda da bu belədir. Məhz sizin adını çəkdiyiniz Dost Index, Dost Matrix kimi sistemlər də bunu deməyə əsas verir ki, bizdə də buna çox böyük əhəmiyyət verilir və həmçinin süni intellekt haqqında danışdınız. Bizdə də artıq bu araşdırılır, bu imkanların yeni perspektivdə necə istifadə edə bilərik, bu araşdırılır və bir məsələn də qeyd edim ki, bizim yəqin ki, artıq tamaşaçılarımıza məlumat vermişik, artıq bilirlər, biz oktyabrın 24-də Azərbaycan artıq çox böyük bir sosial konferansa ev sahibliyi edəcək və bu konferansda Sosial.gov 2025 adlandırılan bu konferansda demək olar ki, əsas müzakirə mövzusu süni intellektin tətbiqi olacaq, məhz bu sahədə. Bu haqda istərdim məlumat verək, ümumiyyətlə bu konferans haqqında məlumat verək və nə üçün süni intellekt bu qədər vacibdir? Bəli, biz bütün bu trendləri müşahidə edərək belə bir fikrə gəldik ki, biz də artıq Azərbaycanda bir platforma yaratmalıyıq və ilk olaraq ekspert platforması səviyyəsində biz düşündük ki, birinci olaraq bir konferans keçirdək və həmin konferansa bu sahədə, xüsusən Avropa regionu üzrə ən qabaqcıl ekspertləri dəvət eləyək və bu sahədə fəaliyyətdə olan deməli, müxtəlif təşkilatları dəvət eləyək və həmin təşkilatların da təcrübələrinə baxaq. Və məhz buna görə 24 oktyabr 2025-ci il tarixində biz Sosial.gov 2025 Süni intellekt, insan və transformasiya üçün adlı birinci dəfə Azərbaycan üçün və Azərbaycan sosial sahəsində birinci dəfə belə bir konferans keçirdəcəyik. Bu konferans silsiləvi konferansların ilkidir. Yəni növbəti illər ərzində biz bir neçə bu cür konferansları keçirdəcəyik və müxtəlif sahələri bu konferans əhatə edəcək və əsas mövzular bu konferansda, yəni 24 oktyabrda keçiriləcək konferansda əsas mövzular sosial təminat,
məşğulluq sahəsində və ümumilikdə inzibatçılıq, idarə etmə sahəsində süni intellekti necə istifadə etmək olar və ümumiyyətlə süni intellektin hansı təsirləri var, müsbət və mənfi cəhətləri nələrdən ibarət ola bilər və əgər belə deyək, hər hansı bir təcrübə varsa, həmin təcrübələri bizlə paylaşmaq. Və 10 ölkədən deməli əsas ekspertlər, spikerlər formatında çıxış eləyəcəklər. Ümumilikdə konfransda 20-dən çox ölkədən nümayəndələr olacaq. Çox gözəldir ki, Azərbaycan bu prosesin də, bu yeni bir dünyada olan trendin, tendensiyanın da önündə gedir və Azərbaycan artıq yalnız tendensiyaları izləmir, özü təşəbbüskar rolunda çıxış edir və belə deyək də trendi formalaşdıran bir ölkə olur. Əslində bu çox maraqlı və çox gözəl bir haldır. Mən istərdim ki, bu konfransın belə deyək, əhəmiyyəti və gözləntiləri haqqında danışaq. Biz ölkə olaraq, o cümlədən Dost Agentliyi bir təşkilat olaraq, qurum olaraq bu konferansdan nə gözləyir? Şübhəsiz ki, bizim əsas gözləntimiz ümumiyyətlə süni intellektlə biz hər hansı bir əsaslı islahat sosial sahədə və sosial xidmətlərin göstərilməsində xüsusən apara bilərik ya yox yaxın zamanda və bunun təsiri daha çox müsbət ola bilər və ya mənfi ola bilər və mənfi olsa problemlər nədən ibarətdir, əsas risklər hansılardır və biz bu riskləri necə idarə edə bilərik? Yəni əsas istiqamət bizim üçün budur. Ona görə ki, biz çox sürətlə rəqəmsallaşmanı aparırıq sahəmizdə və rəqəmsallaşma artıq yüksək səviyyədədir. Mən artıq qeyd elədim, 94%-in üzərindədir. Amma yəni artıq biz yeni trendlərə də gərək uyğunlaşaq və artıq yaxın zamanda biz süni intellektin bizim xidmətlərdə tətbiqi ilə məşğul oluruq və yaxın zamanda o proses artıq həyata keçiriləcək. Və həyata keçirilsə əsas risklər nədən ibarətdir və digər ölkələr o riskləri necə idarə eləyir və onlar bizə hansı istiqamət göstərə bilər? Eyni zamanda biz öz təcrübəmizi, birinci, yəni ilkin təcrübələrimizi göstərə bilərik və deyə bilərik ki, bizim də təcrübələr bunlardan ibarətdir və beynəlxalq ekspertlər də bizə öz fikirlərini söyləyə bilər bu sahədə ki, biz hansı istiqamətə daha doğru getsək, hansı istiqamətə daha doğru formatda seçsək, yəni həmin riskləri biz daha yumuşaq formada idarə edə bilərik. Yəni əsas məsələ budur. Şübhəsiz ki, digər məsələlər də var. Ona görə ki, yüksək rəqəmsallaşma bütün sistemin dəyişilməsi deməkdir. Yəni qanunvericiliyin dəyişilməsi deməkdir, normativ hüquqi bazanın dəyişilməsi deməkdir, standartların dəyişilməsi deməkdir, cəmiyyətlə işin aparılması deməkdir, bu sahədə inklüzivliyin və inklüziv və əlçatanlığın yaradılması deməkdir. Yəni bütün bunlar şübhəsiz ki, bizim fəaliyyətimizin də gündəmindədir. Təşəkkür edirəm Fərid müəllim. Çox maraqlı mövzuda, çox maraqlı, dəyərli fikirlərinizə görə, çox belə analitik bir şəkildə ekspert rəyinizi bildiyinizə görə və mən istədim sonda bu danışılanları nəzərə alaraq Dost Agentliyinin yaxın 5 ildə, 10 ildə inkişaf perspektivləri haqqında bir proqnoz verəsiniz. Yəni, yalnız Dost Agentliyi yox, ümumiyyətlə Azərbaycanda sosial sahədə inkişaf hansı istiqamətə gedə bilər? Hansı istiqamət arzu olunandır? Şübhəsiz ki, bütün bu qlobal trendlər son olaraq bizə də təsir göstərəcək və yaxın illərin trendləri onu göstərir ki, biz bir təşkilat olaraq yeni formata keçməliyik. Yəni, yeni format ondan ibarətdir ki, xidmətlər rəqəmsallaşır və xidmətlər rəqəmsallaşırsa, deməli, bizim idarə etməmiz də gərək dəyişsin, bizim inzibatçılığımız da gərək dəyişsin, bizim daxili iş strukturumuz, iş sistemlərimiz də gərək dəyişsin və bu sahədə biz iş aparacağıq. Yəni, Dost Agentliyi olaraq Dostun ümumi strukturu, sistemi yaxın illərdə dəyişəcək. Eyni zamanda bizim kadr siyasətimiz dəyişməlidir və müasir texnologiyalara uyğun formatda
bizə şübhəsiz ki, fəaliyyət göstərən yeni kadrlara ehtiyac olacaq. Eyni zamanda mövcud kadrlarında yeni texnologiyalara uyğunlaşması istiqamətində bizim kifayət qədər, yəni insan resursları və təlim, xüsusilə təlim sahəsində kifayət qədər aktiv və progressiv proqramlarımız olmalıdır. Eyni zamanda xidmətlər də transformasiyaya məruz qalacaq və xidmətlər üzrə yeni standartların işlənməsi və bu yeni standartların da mən artıq qeyd elədim, bizim normativ hüquqi bazaya təsiri və normativ hüquqi bazanın da bu yeniliklərə uyğunlaşması məsələsi bizim üçün əsas prioritetlərdən biridir. Təşəkkür edirik sizə bir daha Fərid müəllim və uğurlar arzulayırıq bu yeni planlarınızın reallaşmasında, qarşıda gözlənilən konferansın keçirilməsində və necə deyərlər, vətənimizə, xalqımıza xeyirli olsun. Çox sağ olun, bir daha sizə təşəkkür edirik ki, bizə vaxt ayırdınız və çox maraqlı mövzuda suallarımızı cavablandırdınız. Mən bir daha xatırlatmaq istəyirəm ki, bizim bugünkü qonağımız Dost Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov idi və biz bugün Ümumdünya Sosial Təminat Forumunda Dost Agentliyinin uğurları haqqında, ümumiyyətlə bu forum haqqında danışdıq. Müzakirəmiz burada yekunlaşır. Sağ olun, sağlıqla qalın.